Eğer hansı bir namert gülləsi, hansı bir terrorçu gülləsi beni hayattan götürərsə, benim özüm de, benim evlatlarım da müstakil Azerbaycan'ın yaşaması yolunda kurban olmaya hazırım. Azərbaycan xalqı ilk dəfə mənə etimad göstərərək bir daha Ulu Öndərin siyasətinə sədaqətini göstərdi. Mən isə öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişəm və xoşbəxt adamam ki, bu anda sadiq oldum və bugün Qarabağ azaddır. Bugün Qarabağ və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır. Və nə qədər Azərbaycan var, Heydər Əliyev olacaq. Biz onun davamçıları, onun yoluyla gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq. Azerbaycan benim yüreğimdir. Azerbaycan benim nefesimdir. Azerbaycan benim hayatımdır. Benim yüreğim daima öz doğma vətənim Azerbaycanla bağlı olubdur. El bilir ki, sen benimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan Azerbaycan? Azerbaycan.